Salam, heç düşündünüzmü, bəlkə də yaşadığımız bu cəmiyyətin bütün qaydaları, inancları, bütün strukturları əslində bir ilğım, bir illüziyadır. Gəlin bugün mənbə materiallarına əsaslanaraq məhz bu radikal fikrə bir baxaq. Bu təhlil gücün əslində kimdə olduğunu sorğuluyur və inanın, cavab sizi çox təəccübləndirə bilər. Mənbə elə birbaşa bu kəskin, hətta təhrik edici iddia ilə başlayır. Amma primitiv deyəndə texnoloji geriliyi nəzərdə tutmur, yox. Söhbət dəyişməyə dirənən, köhnəlmiş inanclara və qorxuya əsaslanan o sosial strukturlardan gedir. Yaxşı, bəs bu diaqnoz nə dərəcədə doğrudur? Yaxşı, gəlin bu diaqnozun dərinliklərini enək və görək mənbə cəmiyyətimizin təməlini necə tənqid edir. Mənbənin iddiası budur ki, cəmiyyətimizin bütün əsas sütunları, yəni siyasət, din, iqtisadiyyat və sosial normalar hamısı köhnəlmiş baxışlara söykənir və dəyişikliyə qarşı inadla müqavimət göstərir. Hətta başqalarına kömək edə biləcək yeniliklərdən belə imtina edilir. Və baxın, mənbənin işarə etdiyi əsas ziddiyyət elə budur. Dilimizdə ədalət var, amma əməllərimizdə iqtisadi maraqlar hər şeydən öndə gəlir. Sözlərlə reallıq arasındakı bu uçurum cəmiyyətimizin özünü necə aldatdığını göstərir. Bu isə bizi çox güclü bir bənzətməyə gətirib çıxarır. Mənbə bu vəziyyəti təsvir etmək üçün çox güclü bir metaforadan istifadə edir. Devaquşu cəmiyyəti, yəni başımızı quma bastırıb, görmək istəmədiyimiz, bizi narahat edən həqiqətlərdən qaçırıq. Yaxşı, bəs bu cəmiyyəti bir arada saxlayan qanunlar necə? İndi isə gəlin bizim yaratdığımız qanunlarla daha fundamental, daha təbii bir qanun arasındakı fərqə baxaq. Baxın, burada iki tamamilə fərqli qanun anlayışı var. Bir tərəfdə bizə öyrədilən, güclə tətbiq edilən və itaətə məcbur edən qaydalar. Digər tərəfdə isə heç bir məcburiyyət olmadan təbii şəkildə riayət etdiyimiz qanunlar. Məsələn, bir ananın övladını qoruması kimi. Heç kim ona bunu qanunla öyrətmir, düzdür? Bu, daxildən gələn, anadan gəlmə bir həqiqətdir. Deməli, mənbəyə görə cəmiyyətimizin primitiv olmasının bir səbəbi də elə budur. Biz təbiətimizə zidd olan məcburi qanunlarla yaşayırıq. Əsl qanun isə güc tətbiq etmir, çünki o onsuz da bizim içimizdədir. Yaxşı, bəs bu daxili həqiqəti bu qədər səsküylü dünyada necə tapmaq olar? İndi isə gəlin diqqətimizi mənbənin həqiqətin harada tapıla biləcəyi ilə bağlı fikirlərinə yönəldək və cəmiyyətin o səsküylü qurumlarından bir anlıq uzaqlaşaq. Bu, həqiqətən də çox maraqlı bir müqayisədir. Mənbə deyir ki, bəziləri ancaq ortada heç bir nəticə olmayanda danışır. Digərləri isə, yəni alimlər və həqiqətin özü, yalnız əllərində göstərəcək bir şey olanda danışır. Başqa sözlə, həqiqət deyilən bir şey deyil, göstərilən bir şeydir. Mənbənin fikrincə, əsl həqiqət sözlərdə yox, sükutda tapılır. Çünki danışmaq, müzakirə etmək, bunlar hələ də axtarışda olduğun deməkdir. Amma həqiqəti tabanın artıq nə isə sübut etməyə, təbliğ etməyə ehtiyacı qalmır. Bu, sözlərlə ifadə edilməyən, sadəcə hiss etdiyin daxili bir əminlikdir. Yaxşı, bütün bu diaqnozlardan sonra ağla tək bir sual gəlir. Əgər sistemlər qüsurludursa, liderlər nəticəsiz danışırsa, bəs bütün bu xaosun, yoxsulluğun, müharibələrin günahkarı kimdir? Məsuliyyət kimdədir? Bax, mənbənin bu suala verdiyi cavab bütün hekayəni alt-üst edir. İndi isə gəldik təhlilimizin bəlkə də ən güclü və qəbul edilməsi ən çətin olan hissəsinə. Və budur mənbənin cavabı. Çox sadə və birbaşa. Yaradıcı sizsiniz. Bəli, düz eşitdiniz. Heç bir kənar qüvvə, heç bir hökumət, heç bir tanrı yox. Bütün bu reallığın, həm yaxşısının, həm də pisinin yeganə yaradıcısı məhz sizsiniz. Bu, bütün məsuliyyəti birbaşa bizim çiynimizə qoyan çox cəsarətli bir iddiadır. Və bu, bəlkə də ən çətin qəbul edilən hissədir. Şikayətləndiyimiz o primitiv cəmiyyəti, o ədalətsiz sistemləri əslində elə özümüz yaratmışıq. Mənbə deyir ki, biz həm məhbusuq, həm də o həbsxananın memarıyıq. Yaxşı, bəs bu necə olur? Bu yaradılış prosesi necə işləyir? Mənbəyə görə proses 3 mərhələdən ibarətdir. Birincisi, azadlıq. Yəni sizə istədiyiniz reallığı xəyal etmək və seçmək gücü verilib. İkincisi, düşüncə. Diqqətinizi, enerjinizi nəyə yönəldirsinizsə, o reallığınızın bir növ planla çevrilir. Və üçüncüsü, təcrübə. Bu plan artıq fiziki dünyada gerçəkləşir və siz onu yaşayırsınız. Və bu mexanizm bir an belə dayanmadan işləyir. Və bu yaradılış prosesinin də dəmir kimi qaydaları var. Nəyi düşünürsənsə, onu alırsan. Bu qədər sadə. Nədən qorxursansa, bütün enerjini ona verdiyin üçün onu həyatına çəkirsən. Və ən vacibi, nəyə müqavimət göstərirsənsə, nəyə qarşı mübarizə aparırsansa, ona daha çox güc verirsən və onu reallığında möhkəmləndirirsən. Yaxşı, bütün bunları anladıq. Amma onda belə bir sual çıxır.
Əgər biz bu qədər güclüyüksə, niyə hələ də bu primitiv səviyyədəyik? Mənbənin bu suala cavabı isə olduqca təəccüblüdür və bizi planetimizin hüdudlarından kənara baxmağa məcbur edir. Mənbənin iddiasına görə biz kainatda tək deyilik və bizdən qat-qat inkişaf etmiş sivilizasiyalar var. Üstəlik, onlar sadəcə mövcud deyil, həm də bizim inkişafımızla çox yaxından maraqlanırlar. Mənbəyə görə onların varlığı sadəcə uzaq bir ehtimal deyil, onlar bizi ziyarət edir. Texnoloji sıçrayışlarımıza gizli şəkildə dəstək olublar. Və hətta bəlkə də fərqində belə olmadığımız şəkildə aramızdadılar. Yaxşı, əgər bütün bunlar doğrudursa, niyə özlərini açıq-aşkar göstərmirlər? Cavab yenə də özümüzdədir. Onlar bilirlər ki, kənardan gələn bir həqiqətə asanlıqla inanmayacağıq. Amma əsl dəyişim o ancaq daxildən gələndə qalıcı olur. Özümüzün kəşf etdiyi həqiqət kimsənin bizə təqdim etdiyi həqiqətdən qat-qat güclüdür. Və bu da bizi son və ən vacib suala gətirib çıxarır. Bütün bu təhlildən sonra, bütün gücün sizin əlinizdə olduğunu anladıktan sonra, indi seçim sizindir. Yaradıcı olduğunuzu bilərək, indi nə yaradacaqsınız? Bu primitiv cəmiyyəti davam etdirəcəksiniz, yoxsa tamamilə yeni bir reallıq quracaqsınız? Unutmayın, gələcək hələ yazılmayıb və qələm sizin əlinizdədir.